Wow. Nədir? Bugün bir işte Yalay Kozmetics'ten aldığım tonalı yıkayacaq. Görək dəridə necə effekt verəcək və necə qalacaq. Bu dəfəki seçdiyimiz şiqlama məxsus olacaqdır. Mən bunu yağlı dərilər üçün məsləhətli olaraq almışam. Hansı ki mənim dərimdə yağlığa meyillidir. Və buramda belə bir sivilce çıxıb görək bunu örtə biləcəkmi? İlk öncə dərimi yaxşıca nəmləndirim. Hazırda dərimi nəmləndirdim. İndi isə süngərimizi ilk öncə ısladaq. Bunu istiləyəcəm. Ay, səhv elədim. Bu tərəfi nəysə tətbiq eləməyəcəm. Örtücülüyünü görək deyə. Məncə bu qədər yetərlidir, zaten mən çox vurmuram. Görüm üzdən necə qalacaqdır. Benimki qızlar bu arada yaxşı qalır məncə. Örtücülüyü yaxşıdır. İndi isə gəlin aradakı fərqə baxaq. Baxın, bu hissədən də hiss etmək olur. Və bu hissədə tamamilə qəşəng parlaq, canlı, dolğun görsənir üz. Onu da qeyd edeyim ki, yapışqanlıq hissi buraxmır. Bu hissə isə sadəcə nəmləndirici tətbiq etdiyim hissədə aradakı fərqi görürsünüz. Məncə almağa dəyər.